Salam değerli əziz izləyicilərimiz. Bugünləri Binə qəsəbəsində Gülsanlar məhəlləsi deyilən ərazidə sizin üçün asfalt yola tam yaxın, asfaltdan 20 metr marşrut düz qapısından keçir değerli dostlar. 17 sotda bağ evi satış çıxıbdı, çəkilişinə gəlmişik. 17 sotda və 8 sotda da satılır. Torpağı da ayrı satılır. İstəsəniz iki tərəfdən də çıxışı var. Buradan da çıxışı var dostlar. Yəni bu hissədən də çıxışı var. Bu hissədə. Sonra buradan da çıxışı var. İki tərəfi də yoldur dostlar. 17 sotda, 8 sotda buradan belə bölünür, satılır. Qiyməti ayrıdır. Ümumi 17 sotdakı olan qiyməti ayrıdır dostlar. Həyəti belə bağlı, bağçalıdır, qəşəng. Ağaclardır, zeytundur, incirdir, cavalıdır. Nə meyvə ağacı istəsəniz, üzümümüzdür. Hər bir şeyimiz var. Üzüm çardağına kimi burada qurulubdur. Değerli dostlar. Ara marşrutu, məhəllə marşrutu qapısından keçir 20 metrliyinə. Gördüğünüz kimi evimizin navestidir. Navestidə keçirik. İndi keçək navestindən sizi tanış edəcəm. Navesti bura gördüğünüz kimi değerli dostlar. Burada navestində oturup dincəlmək nə desəniz, değerli qəşəng bağımızı, bağçamızı seyr edərək. Yəni 17 sotda da götürə bilərsiniz. 8 sotda da götürə bilərsiniz. İnşallah keçirik indi burada. İlk olaraq belə deyim də geniş bir dənə mətbəxlə tanış edəcəm. Mətbəximiz də qəşəng genişdir. Yəni burada otururlar, dururlar. Qəşəng bağ. Yəni qonam qonşu özü üçün dincəlmək üçün. Burada bir dənə yataq otağıdır dostlar. Qonağımız gəldi, qəşəng. Belə bir geniş qonaq otağımız var. Geniş də, yəni bir dənə banketini keçirtmək olar. Qoş qəşəngdir, super təmirli evdir. Dostlar buradan da ayrıca xodu var. Sizin üçün göstərə bilərəm. Buradan belə bir ayrıca xodu var. Değerli dostlar. 8 sotda qiymət 85, 17 sotda qiymət 125. Değerli dostlar, Allah alanı satanda xeyir versin. Sağ olun, var olun. Keçən indi üzülü sayın ayak yolunu da göstərim sizin üçün. Üzülü sayın inşallah. Burada hamamımızdır. Burada bizim ayak yolumuzdur. Burada da bizim böyle bir eldamımızdır değerli dostlar. Oldu. Allah alanı satanda xeyir versin. Sağ olun, var olun.